Bu il atamın 60 yaşı tamam oldu. Əvvəl mən restoranda qeyd eləmək istəyirdim. Papa isə dedi ki, yaxşısı elə özümüz gedək hardasa maraqlı yerdə istirahət edək. Təbii ki, Aframazing Qəbələni seçdik. Direct bölməsində suallar çoxdur, ona görə fikirləşdim ki, belə video formatında hər bir məlumatı sizə ötürüm. Bu evdə rahatlıqca 8 nəfər istirahət eləyə bilər, çünki divan da açılır və burada da yatmaq imkanı var. Pasteldən, dəsmaldan tutmuş hər şey çox səliqəli və gözəl. İsti bol kombi sistemi və hər otaqda əlavə olaraq kondisioner də mövcuddur. Bu pilləkənə və xüsusən evin dizaynına mən vuruldum. Ev məşhur 7 gözəl şəlalənin yanındadır. Şəhər rutinindən uzaq, Qəbələnin tam təbiətin gözəlliyini hiss etmək üçün super bir məkandır. Bu isə ikinci mərtəbədə olan yataqdır. Mikrodalğa, qab, qacaq, kuxnada hər şey, manqal. Biz də burada gözəl şaşlıq elədik. Ən əsasıdır ki, isti hovuz. Hətta isti deməzdim, qızlar, qaynar hovuz. 2 günlük unudulmaz bir istirahət oldu. Məkanın səhifəsini aşağıda sizin üçün qeyd elədim.